Oğlanlardan ibarət yığma komandamız 4 yaş dərəcəsində təmsil olunurdu və yarışda 4 qızıl medaldan 1 qızıl medalı qazandıq və 1 bürünc medal qazandıq. Komanda hesabında komandamız 3-cü yeri tutdu. Qızlardan ibarət yığma komandamız isə 2 çəki dərəcəsində təmsil olunurdu və burada da 1 qızıl medal qazandıq. 4 qızıl medaldan 1-ini qazandıq və komanda hesabında 4-cü olduq. Qeyd etmək istəyirəm ki, biz bu ilki yarışda gələn ilki yeniyetmələrin yay olimpiya oyunlarını nəzərə aldığımız üçün idmançıları 1 yaş daha kiçik idmançılardan seçmişdik və mübarizə apardığımız idmançılar yaş olaraq 1 yaş bizim idmançılardan da yaşda olaraq böyük idilər. Bu özü bizə ümid verici haldır. Çünki əksər məğlub olduğumuz idmançılar yaşda bizim idmançılardan böyük idi. Biz hədəfimizə köklənmişik yeniyetmələrin yay olimpiyadasına. Ümid edirik ki, hər bir idmançımız gələnki yarışda, mötəbər yarışda yaxşı nəticələr qazanacaq. Qarşıdakı bir il üçün əsas hədəfimiz yenə deyəm, birinci Avropa çempionatı gələcək. Yəni bu da yenə də olimpiyada üçün bir sınaqdır, bir hazırlıq prosesi hətta sayılacaq bizim üçün. Və bundan sonra da artıq olimpiyada üçün hazırlaşacağıq və 2026-cı ildə təmsil edəcək ölkəmizi. Bunu da qeyd etmək istəyirəm ki, bugün bildiyiniz kimi anım günüdür və təsadüf oldu ki, bizim yığma komandanın vətənə qayıtmağı anım gününə təsadüf elədi və burada istəyirəm ki, vətən uğrunda can alıb can verənləri yad edək və bu medalları şəhid ailələrinə həsr edirik.